أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين صدق الله العلي العظيم. Peyğəmbər ali Peyğəmbərə salavat zikr edək. Bəli əzizlər, gözəl bir gündə yığışmışıq. Allah bu mübarək günü mübarək qərar versin hər birimiz üçün, bütün xalqımız üçün. Həzrəti Əmir əl-Müminin Əli ibn Əbi Talibin vilayətindən bizləri ayrı salmasın inşallah. Başda İmam Zaman ağa olmaqla siz əzizlərin bayramınızı təbrik edirik. Allah mübarək eləsin. Allah ömrümüzə, canımıza, nəfəsimizə daim bərəkət, nəslimizə, övladlarımıza bərəkət nəsib eləsin inşallah. Və Allaha and verək izzətinə, əzəmətinə bu günlərin fəzilət və savabından dünyasını dəyişənlərimiz, vətənimiz uğrunda, dinimiz uğrunda zəhmət çəkib, səy göstərənlər, bizdən əvvəllər bu məscidlərdə ibadət ediblər, itaət ediblər. İndi onların gözləri bizlərdədir. Allah bu günlərin, məclislərin savabından da onlara şamil eləsin, əta eləsin. İnşallah salavat zikr edək. Bəli, Qədirxum hadisəsi çox möhtəşəm və çox geniş bir mövzudur. Qədirxum mövzusu İslam dinində çox dəqiq mövzulardandır. Yəni orada şübhə yoxdur, şək yoxdur. Adam var elə günəşə baxa-baxa günəşi axtarır. Adam var günəşə baxır, amma gözlərini tutub günəşi axtarır. Bədihi məsələlərdə də bəzən insan aşkar bir şeyi axtarmaq istəyir. Güya görmür kimi özünü göstərmək istəyir. Amma Qədirxum hadisəsinə yanaşma da belə ola bilər. Bu mümkündür. O insanları qoyaq kənara. Amma bu işin özü, bu hadisənin özü İslam aləmində o qədər aydındır, o qədər şəffafdır, o qədər aşkar şəkildə insanlara, bəşəriyyətə, səhabələrə, tabeinlərə ki, səhabələri görənlərə tabein deyirlər. Tabeinlər, tabeinləri görən şəxslərə tabeinlər deyirlər. Bunların hər biri üçün Qədirxum hadisəsi aşkar idi, çox. Necə ki, bu günümüzdə də aşkardır. Biz rəvayətlərə baxsaq, tarixi hadisələrə baxsaq, Qədirxum kimi şəffaf və dəqiq, aydın şəkildə bu hadisəni ikinci bir hadisə bəlkə də tapa bilmərik. Bilirsiniz nəyə görə? Ona görə ki, Həzrəti Peyğəmbər sallavatullahın vida həcci idi. Bütün dünya, İslam aləmi, müsəlmanlar, hamısı, ətraf şəhərlər, müsəlmançılıq, İslam hara yayılmışdı, hamı bildi, elan verildi ki, Həzrəti Peyğəmbər sallallahu vida həccinə gedir. Sonuncu vida həccidir Həzrəti Peyğəmbər sallallahu. Hamı can atdı ki, Peyğəmbər sallallahu birlikdə getsinlər, Kəbəni ziyarət eləsinlər. Getdilər, ziyarət elədilər. Məkkədən Mədiniyə qayıdır. Yazırlar 90 min, bəzi yerlərdə 100 min, bəzi yerlərdə 114 min, bəzi yerlərdə 120 min, bəzi yerlərdə 124 min həci Peyğəmbər sallallahu birlikdə Məkkədən qayıdır Mədiniyə. Ki, Qədirxum adlı məntəqədə 4 yol ayrıcında müsəlmanlar Həzrəti Peyğəmbər sallallahu birlikdə gəlirlər. Hələ bu rəqəm elə bir həddədir, tək Məkkə əhalisi deyil, Mədinə əhalisi deyil.
İndi ola bilər kimsə desin, Mədinə əhalisi onda belə 120 min filan. Yox, təkcə Mədinə əhalisi deyildi. Başqa insanlar da ətraf şəhər, məntəqənin insanları da var idi. Müsəlmanlar Həzrəti Peyğəmbərlə birlikdə idilər. Həmin yerə çatanda Allah Təbarək və Teala Peyğəmbər salavatıllaha bir ayə nazil edir. Mübarək Maidə surəsi. Yadınızda saxlayın bu ayələri. Maidə surəsinin 67-ci ayə. Həzrəti Peyğəmbər salavatullaha sonuncu nazil olan ayələrdəndir, surələrdəndir hətta Maidə surəsi. Maidə surəsinin 67-ci ayəsi Həzrəti Peyğəmbər salavatullaha nazil oldu. Həzrətin rəngi dəyişdi. Zöhr azanı vaxtıdır. Günorta namazı. Zilhiccənin 18-i. Günorta namazı vaxtı, zöhr namazı vaxtı. Kişi, qadın, uşaq, böyük, hamısı Peyğəmbər salavatıllahla birlikdədir. Qoca, cavan, hamısı. İlin ən isti çağlarından birinə təsadüf eləyir özdə. Ora onsuz da istidir. Biraz da isti çağı olsa, gör hara gəlib çıxır. Həzrəti Peyğəmbər salavatullah göstəriş verdi. Öndəkilər geri qayıtsın, arxadaşlar da gəlib çatsınlar. Nəsə bir mühüm bir hadisə baş verib. Müsəlmanlar fikirləşir. 4-cü günə təsadüf eləyirdi özdə. 4-cü gün Zilhiccə ayının 18-i, Hicrətin 10-cu ilində Həzrəti Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin 10-cu ilində. Ondan sonra bir neçə ay Həzrət dünyada qaldı. Sonra ilahi dərgaha qovuşdu. Allahın mərhəmətinə şamil oldu. Həzrəti Peyğəmbər salavatıllaha bu ayə nazil olanda o əhalini saxladı dediyimiz kimi. İnsanları yığdı bir araya. Azan deyildi, zöhr namazı qılındı. Zöhr namazı qılınandan sonra dəvələrin üstündən, kəcavələrindən bir hündür yer düzəltdilər. Həzrəti Peyğəmbər salavatullah çıxdı onun üzərinə və bir xütbə oxudu. Bir xütbə oxudu. Bu ayəni dedi. Dedi, Allah mənə bu ayəni nazil edib. Çox qəribə ayələrdəndir. Onu qeyd eləyək ki, bütün şəriətin hökmləri gəlmişdi. Hamısı gəlmişdi. Bütün o xüsusi həssas məsələlər hamısı göndərilmişdi. Nə qalmışdı ki, heç nə. Hamısı göndərilmişdi. Allah Təbarək və Teala buyurur, Ya əyyuhər Rasul, ey Peyğəmbərim, bəlliğ ma unzilə ileykə min Rabbik. Rəbbin tərəfindən sənə nazil olulanı çatdır. Və in ləm təf'al, əgər etməsən bunu, nəyi? Yəni çatdırmasan, fəma bəlləğtə risalətə. Heç peyğəmbərlik etməmisən, risaləti çatdırmamısan. Vallahu ya'simuka minən-nas. Allah səni insanlardan qoruyacaq. Yəni insanların şərrindən, insanların fitnəsindən. İnnallaha la yahdil qavmal kafirin. Həqiqətən də Allah Taala kafir qövmü düzgün yola yönəltməz, hidayət eləməz. Bu həmin ayədir. Ayənin içərisində demir nə oldu, nəyi çatdırmalısan, nəyi deməlisən. Amma önəmlisi o deyil ki. 120 min nəfər deyir ki, bizim gözümüzün qarşısında baş verdi. Həzrəti Peyğəmbərin xutbəsin Allah rəhmət eləsin, Əllamə Əmini gətirir Əl-Qədir kitabında. Əl-Qədir ən böyük və möhtəşəm Qədirxum hadisəsi, Əleyhisselamın vilayətinin isbatı barədə olunan möhtəşəm bir əsərdir. Ki, onun 2-ci cildində o xutbəni gətirir, biraz qısa şəkildə gətirir və növbəti cildlərdə geniş təfsilatı ilə, mənbəyləri ilə, harda, necələ bu və digər cildlərində qeyd edir. Onu da qeyd eləyək. Əllamə böyük zəhmət çəkib, Əllamə Əmini. Təbrizdəndir, Təbriz şəhərindən. Möhtəşəm 14 cilddən ibarət həmin bu Əl-Qədirin müəllifidir. Deyir, mən Həzrəti Əmir Əl-Müminin Əlinin
vilayətin, onun atası Əbu Talibin müsəlmançılığın isbat eləmək üçün çox şəhərlər gəzdim. Ki bəzi əlyazmalar var idi o zaman. Məsələn, bu gün çap olunub da. Onda əlyazmalar var idi. Məsələn, filan kitabın Zəməxşərinin böyük alimlərdən biri idi. Onun bir kitabı var idi ki, 3 dənə cəmi nüsxəsi var idi. Deyir, mən gəzdim. Onun biri Nəcəf şəhərində idi. Biri, məsələn, başqa bir şəhərdə, biri Kərbəla şəhərində. Deyir, günlərin bir günü gəldim, bir neçə nöqtə var, o kitabdan çıxartmalıydım ki, bu kitabın barəsində yazır. Özü elə birinci cilddə qeyd eləyir, haralara getdim, necə getdim, hansı səfərlər elədim, hansı çətinliklərlə qarşılaşdım. Deyir, mən getdim Nəcəfdə dua elədim. Həmin o insan ki, o kitablardan, o əlyazmalardan biri onda idi, ona müraciət elədim. Dedim ki, bu kitabı filan qiymətə sat mənə. Dedi, yox, satmaram. Deyir, dedim, yaxşı, 3 gün ver o kitabı mən oxuyum, qaytarım. Dedi, yox, verməyəcəm. Deyir, dedim, heç olmasa 1 gün ver. Deyir, onu da vermədi. Dedim, heç olmasa 1 saat ver ki, o kitaba bir dənə baxım. Deyir, yenə razı olmadı. Dedim, heç olmasa gəlim sənin gözünün qarşısında o kitaba baxım ki, mənə lazım olan dəlillər oradadır da, o kitabdadır. Bir neçəsi də oradadır. Deyir, yenə razılaşmadı. Deyir, gəldim hərəmdə, dua elədim. Həzrəti Əmir əl-Möminin, Əli ibn Əbi Talib əleyhissalamın hərəmində dua elədim. Allah Seyyid Əzmi rəhmət eləsin. Deyir, Seyyida məqsədi xod, xahizə eyvan Nəcəf. Ey Seyyid, öz məram və məqsədvi, öz niyyət və istəyivi, xahizə eyvan Nəcəf, Nəcəf sarayından istə. Həzrət Əmir əl-Möminindən istə. Heç xahəndə əzin dər nərəvəd bi məqsud. O qapıdan kimsə əliboş geri qayıtmayıb. Heç bir şəxs istəyin almamış geri qayıtmayıb. Əllamə Əmini deyir, mən də istədim. Təvəssül elədim Həzrət Əli əleyhissalama və yatdım. Yuxuda gördüm Həzrət Əli əleyhissalam mənə deyir, sənin istəyin oğlum Hüseynin yanındadır. Görün necə kişilər olub, necə insanlar olub. Problem və çarənin, həllin o insanlara hətta yuxuda belə deyiblər. Mən də qalxdım, hazırlıq gördüm, gəldim Kərbəlaya. İmam Hüseyn əleyhissalamı ziyarət elədim. Sonra gəldim Həzrəti Əbəlfəzl ağanı ziyarət elədim, Əllamə Əmini deyir. Gəldim Həzrəti Əbəlfəzl ağanı sonra, İmam Hüseyn əleyhissalamdan sonra Həzrəti Əbəlfəzl ağanı ziyarət elədim. Ondan sonra o dövrün alimlərindən, böyük bir müştehidlərindən biri deyir, adını da deyir, filan kəs məni dəvət elədi, çağırdı. Eşitmişdi ki, mən gəlmişəm. Məni dəvət elədi evinə. Mən də getdim, bir yedim, içdim, istirahət elədim. Dedim, icazə verirsən sənin kitabxanıva baxım. Kitabxanıva baxım. Alimlər kitabxana axtarardı. Məsələn, biz bir həyətə gedəndə mermeyvə axtararıq. Amma o cür şəxsiyyətlər kitabxana axtarar, elm axtarar, hikmət axtarar. Görürsən, hərə gedib öz sahəsinə uyğun bir şey axtarır. Biri gəlirsən, görürsən, evdə baxır divara. Biri aboy axtarır, biri nə bilim kraska axtarır, biri filan axtarır. Biri düşür həyətə, ağac axtarır. Biri zabor, hasar filandır, hərə bir şey. Dünyada hərə öz meyilləri ilə yaşayır, öz istəkləri ilə yaşayır. Əllamə Əmini rəhməhullah buyurdu ki, olar sizin kitabxanıza baxım, istifadə edeyim. Deyir, gəldi, baxdı kitabxanaya, deyir, gördüm həmin kitab oradadır. Bir nüsxəsi onun kitabxanasında. Deyir, xahiş elədim, dedim, olar bu kitabı istifadə eləyim, ya burada, ya aparım istifadə eləyim bir neçə gün. Özdə çox da yox ha. Məsələn, biz belə bir kitabı adam var illərlə, aylarla oxuyub çıxa bilmir başa. Deyir, mənə bir neçə gün lazımdır. Bir neçə saat lazımdır ən azından. Mənə lazımdır ki, oradakı mənbələrdən istifadə eləyim. Deyir, ağa dedi mənə, dedi ki, bu kitabı məndən o dövrün böyük bir məbləği. Elə bil xırda bir iş qurmaq mümkündür həmin məbləğlə. Belə də gətirir təqribən. Xırda bir iş qurulacaq bir məbləğ verdilər mənə bu kitabın müqabilində. Mən o kitabı satmadım.
Amma bu kitabı sən istəyirsən belə, özdə müvəqqəti istəyirsən, mən bu kitabı hədiyyə edirəm sənə. Bir həmd elədim, şükür elədim. Dedim, ilahi şükür sənə. Sənin bu övliyaların, imamlar, məsumlar, bu hələ bir şəhərdən, bir nəfərdən alacağı və əldə eləyəcəyi kitabdır ya. Bu 14 cildli əsərin ərsəyə gəlməsi üçün onlarla şəhərlər gəzib, onlarla yerlərə gedib, müxtəlif ölkələrə, məsələn, Suriyyə gedib, Misrə gedib, Türkiyyə səfər eləyib, hamısını gətirir. Təqribən bir əsr bundan əvvəl qeydə alınıb bu əsər, bir əsrdən də biraz az. Həmin bu əsərin ərsəyə gəlməsi üçün nə zəhmətlər çəkib. Bir günlərin bir günü bir nəfər bir neçə kitab lazım idi mənə, onları tapa bilmirdim. Yenə də orada deyir, birinci cildində, Əl-Qədirin birinci cildində. Deyir, bir neçə əsər lazım idi. Mənə qonşumuz yaxınlaşdı, dedi ki, bu kitablar sənə lazımdır, bəlkə lazım olar. Deyir, mən də getdim, kitablara baxdım, gördüm, mənim üçün zəruri olan kitablar oradadır. Deyir, dedim, necə oldu? Dedi, heç nə, biz bu evə təzə köçmüşük, təzə almışıq bu evi. Yoldaşım, xanımım mənə dedi, bu kitabları nə edirsən? Onsuz da nə bilir də sən kitab oxuyan deyilsən. Deyir, bu kitabı onsuz da istifadə eləmirik, sənə də lazım deyil, bizə də lazım deyil. Qonşumuz filan kəs bu işlərlə məşğuldur. Bəlkə elə ona təklif eləyəsəm, hədiyyə eləyəsəm bu kitabları ona. Deyir, gətirdilər, verdilər. Allah o cür elmin yolunu açıb, bugün əlimizdə da bizim şəhərləri gəzməyə ehtiyacımız yoxdur. Mənbələri gəzməyə ehtiyacımız yoxdur ki, bu kitabın müəllifi bu zəhmətlərin hamısına qatlaşıb. O gətirir, xütbəni də gətirir. Elə mən qısa şəkildə oxuyacağam Həzrəti Peyğəmbər sallallahu xütbəsindən bir neçə cümlə lazım olan, əlbəttə hamısı lazımdır ya, sadəcə mövzumuza uyğun, bizim məclisimizə uyğun. Mən istəmirəm bu gecə çox vaxt uzalım. Bu gün inşallah mədhiyyələr deyilər, bir neçə şeir deyilər, istifadə eləyərik. Çünki Həzrət Əli əleyhissalamın Peyğəmbər sallallahu xütbəsindən sonra, Əli əleyhissalamın təbrikindən sonra ən böyük təbrik elə Həssanın şeirləri oldu ki, o məclisdə Həzrəti Peyğəmbər sallallahu icazə aldı, böyük və görkəmli ərəb şairlərindən biridir ki, böyük bir əsər yazdı, məşhur şeirləri var, filanı var. Həzrəti Peyğəmbər sallallahu gəldi, çıxdı minbərə, buyurdu, Elhamdülillah, nəhməduhu və nəstəinuh, həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur, biz ona həmd eləyirik və ondan kömək istəyirik və nu'minu bih və ona iman gətirmişik və nətəvəkkəlu aleyh və ona arxalanırıq, təvəkkül edirik və nəuzu billahi min şururi ənfusina və öz nəfslərimizin şərrindən ona sığınırıq və min seyyiati a'malina və əməllərimizin pisliyindən Allaha sığınırıq. Əlləzi la hadiyə limən adal və la mudillə limən həda, hansı ki o bir şəxsi azdırsa heç kim onu düzgün yola yönəldə bilməz və bir şəxsi düzgün yola yönəltsə heç kəs onu azdıra bilməz. Əmmə bə'd əyyuhən nas qad nəbbə'əniyəl latiful xabir. Ey insanlar, məni xəbərdar olan, lütfkar olan, mərhəmətli olan Allahım xəbərdar eləyib ki, ömrümə az bir müddət qalıb və inni uşik ən ud'a fəucib və az qalıb ki, Allah məni çağırsın, yaxın zamanlarda ki, bir neçə ay çəkmədi dediyimiz kimi və Allahın çağırışını da qəbul eləyəcəm, ilahi rəhmətə qovuşacam və inni məs'ulun və əntum məs'ulun fəmaza əntum qailun. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız. Bunu 120 min həcinin içərisində Həzrəti Peyğəmbər sallallahu uca səslə buyurur, uca səslə. Onlara deyir, mənim barəmdə nə fikirləşirsiniz? Həmin o insanlara deyir, nə fikirləşirsiniz mənim barəmdə? Mən nə iş görmüşəm sizsin? Qalu nəşhədu ənnikə qəd bəlləğtə və nəsəhtə və cəhətdə fəcəzəkəllah xeyra. Deyir, onlar da uca səslə dedilər. Dedilər ki, həqiqətən də biz şəhadət veririk ki, ey Allahın Peyğəmbəri, sən Allahın hökmlərini təbliğ elədin, bizləri nəsihət elədin və çalışdın, Allah sənin xeyrivi versin, Allah sənə böyük mükafat bəxş eləsin.
قال ألستم تشهدون أن لا إله إلا الله وأن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم. Buyurur, siz şəhadət vermirsinizmi ki, Allahdan başqa heç bir məbud yoxdur və mən Allahın peyğəmbəriyəm, onun quluyam və peyğəmbəriyəm və ənnə cənnətəhu haqq və narəhu haqq, Allahın cənnəti də haqdır, cəhənnəmi də haqdır və ənnəl mevtə haqq və ənnəs saətə atiyyətun la reybə fiha, ölüm də haqdır. Bunu siz bilmirsiniz, şəhadət vermirsiniz və qiyamət günü gələcək, orada heç bir şübhə yoxdur və ənnəllaha yəb'əsu mən fil qubur, və qəbirdə yatanlar hamısı qiyamət günü qalxacaq. Buna şəhadət vermirsiniz? Qalu bəla nəşhədu bizalik. Dedilər, əlbəttə ey Allahın peyğəmbəri, biz bunların hamısına şəhadət veririk. Qalə Allahümmə şəhəd, thumma qal əyyuhən nas, əla təsməun. Sonra dedi, ilahi, sən də şahid ol, ey mənim Rəbbim, sən də şahid ol. Bunlar şahid oldular, şəhadət verdilər, sən də şahid ol. Və sonra buyurdu, dedi, ey insanlar, eşitmirsinizmi ki, mənim səsimi eşitmirsiniz? İnsanlar dedilər ki, əlbəttə, qalu nəam, eşidirik. Qalə fə inni fərətun ələl havud. Dedi, mən hovuzun yanına gedəcəm və gedib orada qovuşacam və əntum varidun aleyyəl hovuz. Mən sizdən əvvəl gedirəm hovuzun yanına ki, Kəvsər hovuzudur. Həmin hovuzun yanına gedəcəm. Siz də məndən sonra gələcəksiniz ora. Orada mənə qovuşacaqsınız. Və innə ərdahu ma beynə Sən'a və Busra. Və Yəmənlə Dəməşqin arasındakı məsafə qədərdir. Bu Sən'a Yəməndə bir şəhərdir, paytaxtdadır. Dəməşqdə də Busra adında bir qəsəbə var, bir məntəqə var. Həmin əraziləri qəsd edir Allahın peyğəmbəri. Buyurur, onların arasında olan yer qədər böyük bir hovuzdur o. Və fihi əqdahu ədədin nücum min fidda. Orada ulduzların sayı qədər qədəhlər var ki, o Kəvsər suyundan içmək üçün. Özdə hamısı gümüşdən hazırlanıb. Fənzuru keyfə təxlifuni fithəqələyn. Baxın, görün, necə rəftar eləyirsiniz mənim iki əmanətimlə. Hələ demir əmanət nədir. Həzrəti Peyğəmbər sallallahu buyurur, baxın görün, mənim bu iki əmanətimlə necə rəftar edirsiniz. Fənada münadim və məssəqalan ya Rəsulallah. Buyurur ki, bir nəfər dedi, çağırdı Həzrəti Peyğəmbər sallallahu, sual verdi. Dedi, ey Allahın Peyğəmbəri, bu iki ağır əmanət nədir, səqalan nədir? Qalə əs-səqalul əkbər kitabullah tərəfun biyədillah əzzə və cəl və tərəfun bi-əydikum. Buyurdu, o iki əmanətin böyüsü Allahın kitabıdır, Quran-ı Kərimdir. Onun bir tərəfi sizin əlinizdədir, digər tərəfi Allahın əlindədir. Fətəməssəku bih, la tədillu. Və o kitabdan möhkəm yapışın, yolunuzu azmayasınız, yoldan çıxmayasınız. Vəl-axərul asğar itrəti. Amma nisbətən kiçik əmanət mənim əhl-i beytimdir, itrətimdir, ailəmdir. Və innəl-lətifəl xəbir nəbbəəni ennəhuma lən yəftəriqa, lən yətəfərrəqa, həttə yəridə ələyyəl hovuz. Buyurur ki, mənim Rəbbim mənə xəbər verib, məni məlumatlandırıb. Bu ikisi, bu iki ağır əmanət, biri böyük, biri nisbətən kiçik əmanət, heç biri digərindən ayrılmayacaq. Kəvsər hovuzunun yanında mənə qovuşana qədər. Fəla təqəddəmuhuma fətəhluku. Onlardan qabağa keçməyin, həlak olarsınız. Və la təqsiru anhuma fətəhluku. Onlardan bir əlli də yapışmayın. Səhlənkarlıqla onlara yanaşmayın. Yenə də həlak olarsınız. Nə qabağa keçməyin, özünüzü onlardan ağıllı hesab eləməyin, onlardan daha uca hesab eləməyin. Yenə həlak olarsınız.
onlara qarşı səhlənkarlıqla da yanaşmayın. Onları özünüz kimi də bilməyin. Ona görə Həzrət buyurdu ya, hər iki dəstə bizim barəmizdə yolun azacaq. Bir qrup bizi adi insanlar kimi görəcəklər, digər bir qrup isə bizi ilahiləşdirəcəklər, bizə ibadət edəcəklər. Hər ikisi cəhənnəmdədir. Hər ikisi cəhənnəm altında yanacaq. Adi insan kimi yox, daha uca, nümunəvi insandırlar onlar. Xüsusi şəxsiyyətdilər onlar. Onlar bəşəriyyət üçün ülgüdür. Bəşəriyyət üçün ülgü olan şəxs qüsursuzdur, günahsızdır, eyibsizdir və elə də olmalıdır. Əgər eyibli olsaydı, onda insanlar hamısı qiyamət günü üzr gətirərdilər. Mən günah eləmişəm də, bu da filan kəs və o boyda şəxsiyyət o elədi. Mən də eləmişəm. Allah rəhmət eləsin, alimlərimizdən birinin bir gözəl sözü var. Buyurur ki, böyüklərdən xətab çox böyükdür. Xətab böyüklərdən böyükdür. Yəni, böyük insanlar səhv eləsə, çox böyük bir səhv eləyib. Həmin səhvi kiçik insan eləsə, o bir qəbahət sayılmaz. O belə bir nöqsan sayılmaz. Buyurur, summa əxəzə biyədi aliyyin fərrəfə'əhə həttə ru'iyyə beydâ'u ābâtihimə və ərəfəhul qavm əcmə'un. Sonra gəldi mətləbə Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın mübarək əlin tutdu, qaldırdı yuxarı. Üzr istəyirəm, o qədər qaldırdı. Hədis buyurur, bu hədisin məzmunundadır deyə deyirəm. Həzrətin barəsində buyurulur ki, o qədər qaldırdı Həzrət Əli əleyhissalamın əlin yuxarı. Hər ikisinin qolunun altı görsəndi açıq-aşkar. Və sonra buyurur, insanlar hamısı tanıdı. Bu qeyd xüsusi qeyddir ya, bunu qeyd eləməyə də bilərdi. Çünki 120 min nəfər, indi fikirləşərdin, deyərdin, hə, məntiqlə ola bilərdi, kənarda, mən lap arxada dayanmışdım, mən dəqiq görmədim kimin əlin qaldırdı. Adın dəqiq eşitmədim. Kimin adıdır, kimin ünvanıdır, kim idi, görünüşü allatdı məni, dəqiq bilmədim, qarışdırdım, şəkk elədim. Bunların hamısını bu hədisdə qoyulur kənara. Buyurur, və ərəfəhul qavm əcməun. Qövm hamısı onu, o 120 min nəfər yox idi, hamısı onu tanıdı. Fəqal, əyyuhən nas, mən əvlən nas bil mü'mininə min ənfusihim. Quran-ı Kərimin ayəsidir də. Buyurur, ən-nəbiyyə əvlā bil mü'mininə min ənfusihim və əzvacuhu ummahatuhum. Buyurur, ey insanlar, Allaha sizlərin arasında sizlərdən daha layiq sizə hökm eləməyə kim layiqdir? Mən övlan nas. İnsanların içərisində möminlərə hökm vermək üçün daha çox kim layiqdir? Kim daha vəli olmağa layiqdir? Kim insanlar üçün söz sahibi olmağa daha çox layiqdir? Quran buyurur, ən-nəbiyyü övla bil mü'mininə min ənfusihim. Peyğəmbər daha layiqdir. Müsəlmanlar da dedi, buyurdu, qalu Allahu və rəsuluhu a'lam. Allah və Peyğəmbəri daha yaxşı bilir. Qalə innəllaha mövlay və ənə mövləl mü'minin. Buyurdu, həqiqətən Allah mənim mövlamdır. Həzrəti Peyğəmbər salavatullah buyurur, və ənə mövləl mü'minin, və mən də möminlərin mövlasıyam. İndi sən Allah, orada mən kuntum mövlah fə əliyyum mövlah deyilir. O mövlanı indi dost mənasına necə tutaq biz? Necə biz orada deyək ki, dost deyir? Buyurur, Allah mənim mövlamdır, mənim dostumdur, onsuz da dostdur da bu, dost. Allah mənim mövlamdır, yəni nəyimdir? Mənim rəhbərimdir, başçımdır, mənim Rəbbimdir, mənim xaliqimdir. Allah mənə hökm eləyib, Quran göndərib, hökm göndərib, şəriət göndərib. Yəni nə? Yəni nə? Mənim dostumdur. Bu nə kiçik düşüncədir ki, o boyda söhbəti 120 min nəfəri sən saxla. Onların içərisində qoca var, cavan var, uşaq var. Bilirsin nə deyirlər? Tarix yazarlar deyir ki, istidən, qumların istisindən, Ramda daşın istisi, o Ramazan kəlməsi də o sözləndir də, Ramadan.
Əlləzi unzilə fihil Qur'an. Ramazan kəlməsi Ramada kəlməsindəndir. Gün şüası düşər daşın üstünə, o möhkəm gün daşı yandırar, elə bir istilik olar onda, ayağı qoyarsan çəkərsən, əlini vura bilməzsən. Ona deyərlər ramda, həmin o istilik. Ramazan kəlməsi o sözdəndir ki, insanın günahların yandırır Ramazan elə. Necə ki daş o istiliklə səni yandırırdı, günəş istiləşdirib onu, sənin əlini, ayağı yandırır, çox istidir. Oruç tutan insanın da günahların elə yandırır mübarək Ramazan ayı. Buyurur o istilikdə, o qumun istisində insanlar bir tərəfin əbasını atmışdı başının üzərinə ki, gündən qorunsunlar müəyyən qədər. Digər tərəfin isə ayaqlarının altına ki, qumun istisi onların ayağını yandırmasın. Bu boyda həngamə, otur xütbə oxu, çağır cəmaatı, dinlə, filan, o yan, bu yan, bu qədər sözlərdən sonra deyir ki, ey cəmaat, mən kimin dostuyamsa bu Əli də ondan dostdur ya. Bir qrup çıxardıb ki, Həzrət Əlidən incimişdilər, küsmüşdülər. Həzrət Əli əleyhissalama qarşı müəyyən düşmənçilik var idi insanların arasında. Ona görə Həzrət Peyğəmbər sallallahu buyurdu ki, Həzrət Əli ilə dost olun. Onsuz da düşmən olmayını Allah heç düşmənlər barəsində belə demir ki, demir onlara qarşı filan. Deyir, əş-şeytanu əduvvun fəttəxizuhu əduvva. İblis də sizin düşməniniz, onunla düşmən olun. Onunla düşmən olun. Bir nəfər ki, sənə qarşı vuruşmur, sənə qarşı təhlükə yaratmır, cinayət eləmir, heç onunla demir vuruş, demir ona qarşı düşmən ol. Əş-şeytan əduvvun fəttəxizuhu əduvva. Şeytanla deyir düşmənçilik elə. İndi bu boyda həngamədən sonra Həzrəti Peyğəmbər sallallahu buyursun ki, Əli ibn Əbi Talibi dost tutun. Mövla kəlməsini dost tutmaq bu yerdə çox gülünc bir hala çevrilər. Buyurur, İnnəllah mövla və ənə mövləl müminin. Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam. Və ənə övla bihim min ənfusihim. Mən insanların arasında insanlara daha çox mövla olmağa layiqəm. Fəmən kuntu mövla fəhazə fəəliyyun mövla. Və mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Yəquluha sələsə mərrat. Həzrət buyurur, bu kəlməni 3 dəfə buyurdu orada. 3 dəfə. Fi ləfz-i Əhməd İmam-ül Hənabilə. Hənbəlin məzhəbinin imamı olan Əhməd Hənbəli. Deyir ki, yox, 4 dəfə deyir. Əhməd, İmam Əhməd deyir, 4 dəfə Həzrəti Peyğəmbər sallallahu buyurdu. Ərbəə mərrat. Thumma qal Allahumma valimən valah. Sonra dedi Peyğəmbər sallallahu ilahi, Əlini mövla tutanı sev və adi mən ada, onu sevəni sev və onunla düşmən olana düşmən ol və əhibbə mən əhəbbə, ona məhəbbəti olana sən də məhəbbət bəslə və əbğiz mən əbğəzə vənsur mən nəsərə, ona qarşı kin saxlayan, düşmənçilik eləyənlərə qarşı düşmən ol vənsur mən nəsərə, ona kömək eləyənə sən də kömək elə vəxsul mən xəzələ, onu xəzil eləyən insanlar, onu kiçiltmək istəyənləri sən də kiçilt və ədril haqqə məhu heysudar, o hansı səmtə getsə haqqı onunla bərqərar elə. Bilirsiniz nə boyda söz deyil. İnandırım, elə mövzu qurula bir dənə bu kəlmənin üstündə, vaxt yoxdur, uyğun da deyil. Mən də söz vermişəm, çox az olacaq mövzumuz, qısa olacaq. Çox qısa şəkildə desək, bilirsiniz nədir? Həzrəti Peyğəmbər sallallahu başqa yerdə buyur deyə, Əliyyun mə'əl haqq. Əl-haqq mə'ə Əli. Əli haqqı ilə birlikdədir. Haqq da Əli ilə birlikdədir. Mə'ə qarışıq mənasındadır. Hopub, ayırmaq olmur. Mə'ə yəni birlikdədir. Hopub onun ruhuna. Yəni haqqla Əli eyni bir varlıqdır. Əli haqqın əleyhinə bir söz deyə bilməz, eləyə bilməz. Haqq da Əlidən kənar ola bilməz. Bunlar ikisi də eyni istiqamətdədir, eyni varlıq halına gəliblər.
Ona görə buyurdu: "Və ədril haqqə ma'ah heysu dar." Harda əli olsa haqqı da onunla dövr elətdir. Əla felyubəlliği şahidu əl-gaib. Eşidin deyir. Ay cəmaət, xəbərdar olun. Burada olanlar 120 min deyir azdır ya. Azdır, çox azdır. Burada olanlar olmayanlara xəbər versinlər. Bu hadisəni çatdırsınlar. Ki bu hadisə nə hadisədir? Summa lam yetefərraqu hatta nazala aminu vahyillah biqavlih. Sonra deyir hələ yerlərindən tərpənməmişdilər, dağılışmamışdılar. Allahın vəhiy mələyi Həzrəti Cəbrail əleyhissalam nazil oldu. Nə dedi? Buyurdu: "Əl-yevmə əkməltu lakum dinakum." Mübarək Maidə surəsinin 3-cü ayəsi. Buyurdu ki, bu gün sizin dininizi kamilləşdirdim və ətməmtu aleykum ni'məti və sizə olan nemətimi tamamladım. Və raditu lakumul İslamə dinə və İslam dinin razı qaldığım bir din kimi sizlərə təhvil verdim. Bunu deyəndən sonra fəqalə Rasulullah Allahu Ekber əla ikmaliddin. Dedi, Allah ucadır, böyükdür. Dinin kamilləşməsini qeyd edir Həzrəti Peyğəmbər sallallahu və itmamin ni'mə və ridar Rəbb bir risaləti və Rəbbim mənim risalətimdən razı qaldı. Təsəvvür edin, vilayətlə razı qaldı. Artıq vilayətlə mənim peyğəmbərliyimdən, bilirsiniz niyə Peyğəmbər belə sevinə-sevinə bu sözü dedi? Əvvəldə ayə oxudum, ayə yadınızda qaldı da tərcüməsini dedim. Buyurdu ki, ey Peyğəmbər, sənə nazil olanı çatdır və illəm təfəl, əgər etməsən, çatdırmasan, fəma bəlləxtə risalətə, sənin risalətin tamamlanmamış sayılır. Razı qalmıram sənin risalətindən. Hələ yekunlaşmayıb. 23 il zəhmət çək, əziyyət çək, ölümlə, təhlükə ilə, günlərlə, ac, susuz. Amma sonda bir iş görməlisən. Hansı ki o işi görməsin, bu 23 il batil sayılır. 23 il gedir, əbəs, bihudə. Fəma bəlləxtə risalətə, təhdiddir də bu. Elə bir peyğəmbərlik etməmsən, Vallahu ya'simuka minən-nas. Allah səni insanlardan qoruyacaq. Peyğəmbər sallallahu bu xutbəsindən sonra, bu ayəni deyəndən sonra Əli ibn Əbi Talibin imamətin, vilayətin elan eləyəndən sonra yekun, nəticə Allah Quran-ı Kərimin növbəti ayəsini göndərdi, nazil elədi. Buyurdu ki, bəli, bu gün tamamlandı. Və raditu lakumul İslamə dinə və İslam dinin razı qaldığım din kimi sizlərə çatdırdım, təhvil verdim. Yekunlaşdı. Həzrəti Peyğəmbər sallallahu buyurdu və rizər Rəbb bir risaləti. Rəbbim mənim risalətimdən, peyğəmbərliyimdən razı qaldı artıq. Şükür eləyir, həmd eləyir. Vəl vilayə li Aliyyin min ba'di. Və məndən sonra Əli ibn Əbi Talibin vilayəti gerçəkləşdi, rəhbər təyin elədi. Thumma təfiqəl qavm yuhanni'una amiral mu'minin salavatullahi aleyh və mimmən hənnəə fi muqaddəmis sahabə. Buyurur ki, bu işlərdən sonra, elan verəndən sonra ilahi vəhiy nazil oldu. Sonra qövm başladı Həzrəti Əli əleyhissalamı təbrik eləməyə. Adamı təbrik eləyərlər də bir böyük bir işə, bir uğura imza atanda. Başladılar təbrik eləməyə. Və onların içərisində böyük səhabələr var idi. Onların içərisində birinci təbrik eləyənlər birinci və ikinci xəlifələr oldu ki, buyurdu, yəqul bəxin lək yəbnə Əbi Talib. Bəh-bəh, biz deyərik bəh-bəh, eşq olsun, nə gözəl, xoş halı var. Ey Əbu Talibin oğlu, əsbəhtə və əmseytə mövlay və mövla kulli müminin və müminə. Sən artıq bugündən bizim və bütün mömin, müsəlman və mömin xanımların mövlasısan. Təbrik elədilər.
Qala və qala ya İbn Abbas vəcəbət vəllah fi a'naqil qavm. İbn Abbas deyir ki, bu vacib oldu. İnsanların boynunda bir vacibat oldu. Təbrik olundu axı. Təbrik deyildi. Fəqalə Həssan i'zən li ya Rasulallah ən əqulə fi Aliyyin əbiyatən təsməhunnə. Burada Həssan dedi ki, ey Allahın Peyğəmbəri, icazə ver mən də şeirlər deyim. Şeirlər deyim ki, Əli ibn Əbi Talibin şənində. Sən də onları eşit, ey Allahın Peyğəmbəri. Ki, əzizlər, bugün vilayət günüdür, vilayət bayramıdır. Həzrəti Peyğəmbər sallallahu Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamın vilayəti təhvil verməsi, imamətə yetişməyin elan etdiyi gündür Qədirxum günü. Çox əzəmətli, İslam dininin xüsusi bir günüdür. Hətta mənə bir yerdə rast gəldi, bir xristiyan alimlərindən birinin bir sözü var. Deyir, əgər bizdə belə bir şəxs olsaydı, həmən günü bütün dünyada ən böyük bayram keçirdərdim. Sözə bax. Həmən günü dünyada ən böyük bayram keçirdərdik. Elan verərdik ki, belə bir möhtəşəm gün var bizdə. Necə də böyük bir gündür, necə də bir əzəmətli bir gündür. Həzrəti Əli əleyhissalamın vilayəti, indi bir qrup nə deyib? Deyir ki, yekunlaşdırırıq inşallah. Bir qrup deyir ki, Həzrəti Peyğəmbər sallallahu sağ qala necə ola bilər ki, Əli ibn Əbi Talibi imam təyin eləsin? Bu mümkünsüz bir şeydir axı. Peyğəmbər özü qala, amma həmin adamlar bilmir. Bunu elmi əsərlərdə gətirirlər bu şübhəni. Halbuki Peyğəmbər sallallahu buyurur ki, məndən sonra Əli ibn Əbi Talib. Bir də Quran-ı Kərimdə təfsir-i Qummi var. İbrahim Qummi böyük təfsirlərdən biridir. 2 cild. Həmd olsun Allaha, bizim dilimizdə də tərcümə olunub o təfsir. Elə satışda da var ki, istəsiz müraciət eləyə bilərsiniz. İnşirah surəsinin sonuncu ayələri barədə danışır. Buyurur ki, elə ki, فَإِذَا فَرَغْتَ فَانْصَبْ وَإِلَى رَبِّكَ فَارْغَب. Bu ayələri deyəndə hədislərdən birini gətirir, qeyd edir. Buyurdu ki, məsum buyurdu فَإِذَا فَرَغْتَ فَانْصَبْ. Elə ki, ey Peyğəmbər, müraciət Peyğəmbərə, elə ki, ey Peyğəmbər, Peyğəmbərlik missiyonu tamamladın, yekunlaşdırdın, fənsab seç. Nəyi seç? Yəni, Əli ibn Əbi Talibi imam seç. Və ilə Rabbikə fərğəb və insanları öz Rəbbivə tərəf rəğbətləndir.